Bu nə burc tutmaqdır? Yüreğimden vurdun, küreğimden vurdun. Ürəyimdən vurdun, kürəyimdən vurdun, böyrəyimdən vurdun, dalağımdan vurdun. Salam dostlar, bu nə mahnıdır? 21-ci hissəni izləyirsiniz. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Artıq Çindən istədiyiniz avtomobili daha ucuz qiymətə gətiririk. Hətta gömrük eləyib nömrəsi ilə birlikdə sizə tam təhvil veririk. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə elə bu dəqiqə əlaqə saxlayın. Hislerimle oynadın. Yüreğimden vurdun, küreğimden vurdun. Bayağı mahnıların heç vaxt dərin sözləri olmur. Yəni bəsit olur hər zaman. Hansı ki o sözləri 5-ci sinif şagirdləri öz sevgi məktublarında rahatlıqla yaza bilirlər. Ürəyimdən vurdun, kürəyimdən vurdun, böyrəyimdən vurdun, dalağımdan vurdun və s. və ilaxır. Nuranə, ürəyimdən vurdun. Nuranə, E yazırsansa, ünü də U yaz da. Savadsızlıq başalıb gedir özüm ölüm. Ürəyimdən vurdun arasında tire var. Elə bil mahnının iki adı var. Ürəyimdən və vurdun. Vurdun. Söz, musiqi, Ramiq, altta xət, Ramazanoğlu. Aranjiman, Elnur, altta xət, Cebiyev. Mənə bir dert verdin. Mənə dərd verdin. Sağılmaz bir yara. Sağalmaz bir yara. Yolunu gözləyəcəm. Ürəyindən, kürəyindən vuran adamı niyə gözləyirsən? Rəddələ geçsin də. Yüreğimden vurdum, yetmedi mi? Yüreğimden vurdum, yetmedi mi? Axırdakı şeirdəki təbii əfsanədir. Klipdə bir şey bəyəndim, o da məkan. Haradasa qəşəng yerdir. Heyf bu yerdən ki, belə mahnıya belə klip çəkilib bu məkanda. Məkanı təmiz kirləndiriblər. Hələ bu harasıdır dostlar? Mahnının başqa bir versiyası da var. Bilmirəm indi hansı birinci oxuyub, o bundan oğruyub, bu ondan oğruyub. Yəni orasını bilmirəm. Ürəyimdən vurdun, kürəyimdən vurdun, oxuya-oxuya rəqs eləyib əylənir. Bu da mənə çatmayan bir şeydir. Ürəyindən vurulmusansa, niyə rəqs eləyirsən? Ürəyimdən vurdun, kürəyimdən vurdun, ay maşallah. Qaqa, bu nə burc tutmaqdır? Vay! Sözün əsl mənasında Azərbaycanda bayağı mahnılar əvvəlkindən qat-qat çoxdur. Bu sözü həmişə demişəm. Bəzən sosial şəbəkələrdə görürük ki, Türkiyədə Azərbaycan musiqisi haqqında belə bir deyim var. Bunu dəfələrlə demişəm təbii ki. Dünya bir orkestr olsa, Azərbaycan onun şefi olar. Doğru söhbətdir. Həqiqətən də onlar Azərbaycanın səviyyəli musiqisini nəzərdə tutub bunu deyirlər. Amma iş burasındadır ki, orkestrin şefinin tualeti də var. Yəni, orkestrin şefi də tualetə gedir. Məhz bu musiqilər, bu bayağı musiqilər o şefin tualetinin kanalizasiyasından çıxır. Neysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.